الحديث الرابع dördüncü hadis. عن جابر بن عبد الله رضي الله عنهما قال كان رسول الله صلى الله عليه وسلم في سفر فرأى زحاما. Cabir ibn Abdullah radiyallahu anh deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem bir gün səfərdə idi və bir topluluq gördü, bir izdiham gördü. وَرَجُلَ قَدْ ظُلِّلَ عَلَيْهِ Və bir kişi də gördü ki, həmən o topluluqda ona kölgə tutulur, onu kölgəliyirlər. فَقَالَ مَا هَذَا Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, bu nədir? قَالُوا صَائِمْ Dedilər ki, o oruçdur. Qal, Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, لَيْسَ مِنَ الْبِرِّ الصِّيَامُ فِي السَّفَرِ Səfərdə oruç tutmaq yaxşı əməldən deyil. El-Buxar rəvayət edib 1946 və 1115-ci hədis. Muslimdə gələn ləfzdə isə Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki: "Aleykum bi ruxsatillahi'llati raxxasa lakum." Sizə vacibdir ki, Allahın sizə rüxsət verdiyi işdən istifadə eləyəsiniz. Yəni orucu tutmayasınız. Oruc tutmamaq rüxsətdir. Allah azza və cəllə rüxsət verib. İndi burada bir məsələ var. Niyə görə Peyğəmbər sallallahu əleyhi və səlləm özü tutduğu halda, başqa səhabələr tutduğu halda işlədi birdi, imенно burada dedi ki, yaxşı əməl deyil orucu tutmaq səfərdə. Pis olmuşdu, ürəyi getmişdi. Ürəyi getmişdi, yıxılmışdı, ona kölgə elədilər, suda səpirdilər, özünə gəlsin. Bu halda oruç tutmaq, belə bir halda oruç tutmaq deyir, yaxşı əməl hesab olunmur. Və ona görə deyir, əgər insan səfərdədirsə və halda bu hala çatacaqsa, insan hətta özündən gedir, və başqaları buna artıq qulluq eləyir, sərinləşdirir və s. Belə bir halda oruç tutmaq yaxşı əməldən hesab olunmur. Yoxsa deyir burada, o mənada deyil ki, səfərdə oruç tutmaq yaxşı əməl deyil, o mənada deyil. Aysa ol. Mücərrədən səfərdə oruç tutmaqdan getmir söhbət. Bu hala düşəcəksənsə, ona aiddir. Bu çətin hala düşəcəksənsə, ona aiddir. Həm də burada bir məsələ var. Deyir, Peyğəmbər sallallahu əleyhi və səlləm və onun əshabının adətindən idi ki, onlar belə komfort, lüks içində yaşamırdılar. Nə hazır olduqları yerdə, nə də səfərdə. Bu da deyir, oradan başa düşülür ki, Peyğəmbər sallallahu əleyhi və səlləm orada izdihamı görən kimi, bir nəfərin başına yığılışıb, onu kölgələndirdiklərini, onu sərinlədiklərini görən kimi təəccüblənir. Çünki belə bir şey olmayıb normalda. Amma başqa qövmlərdə həmişə belə imkanlı adamlar və ya padişahlar və ya rəhbərlərsə həmişə başlarında qulluqçular onları yelpikləyərdilər, kölgə salardılar, səfərdə də, qaldıqları yerdə də, düzdür. Amma Peyğəmbər sallallahu əleyhi və səlləm və əshabında belə bir şey olmayıb. Ona görə də Peyğəmbər sallallahu əleyhi və səlləm görən kimi ki, orada bir nəfər var, insanlar da onun başına toplaşıb, onu kölgəlilər, dərhal təəccübləndir ki, bu nədir, nə olub burada? Çünki onların adətində belə bir şey yox idi, belə bir işlər görmürdülər yəni. Və həmçinin Peyğəmbər sallallahu əleyhi və səlləm buyurmasına gəldikdə ki, "Aleykum bi ruxsatillahi'llati raxxasa lakum" yəni ki, Allahın sizə verdiyi rüxsətlərdən istifadə edin. Yəni bu hala düşəcəksinizsə, bu hala düşməkdənsə, Allahın sizə verdiyi rüxsətlərdən istifadə edin. Necə ki Allah azza və cəllə qadağalarının çeynənilməsini, ona haramların işlənməsini istəmədiyi kimi, sevmədiyi kimi, eləcə də rüxsət verdiyi, icazə verdiyi işlərdən də istifadə olunmasını sevir. Çünki Allah azza və cəllə qullara ehtiyacı yoxdur. Qulların Allaha ehtiyacı var. Ona görə də onların əziyyətə düşəcək, onların çətinliklə, əziyyətlə nəsə bir ibadət etmələrini Allah azza və cəllə onlara şərh eləməyib. Əksinə Allah azza və cəllə onlara vacib etdiyi xalis faydadır. Qullara istənilən bir ibadətə baxsan, Allah azza və cəllə onlara xalis faydalarına görə bunları əmr eləyib və onlara nemətini tamamlamaq üçün. Yoxsa Allah azza və cəllənin qullarına ehtiyacı yoxdur. Nə asilərin Allaha bir zərəri var, asiliklərinin, nə də itaətkarların Allaha bir faydası var. Asilərin zərəri özlərinədir, itaətkarların da xeyri yenə də özlərinədir. Allah daha doğrusunu bilir. Subhanəkəllahumma hamdik, əşhədu en la ilahe illə ent, əstəğfiruke və etûbü ileyk.